Təsəvvür edin, səhər tezdən durmusunuz, belə yuxulu-yuxulu soyuducunu açırsınız və orada o mənzərə ilə qarşılaşırsınız. Hamımızın başına gəlib bu. Düzdür. Yəni, pendirin və ya çörəyin kənarında o, necə deyərlər, arzu olunmaz yaşıl ləkəni görürsünüz. İnsan beynində dərhal belə bir həyəcan siqnalı çalır ki, təhlükə, dərhal zibilat. Amma bugünkü dərin təhlilimizdə biz məhz bu mövzunun, yəni o kiçik yaşıl ləkənin arxasında yatan sualın kökünə inəcəyik. Çünki biz bilməliyik, yəni həqiqətən atmalıyıq onu. Ay sağ ol. Biz bugün, belə deyək, mətbəx ruleti oynayacağıq. Yoxsa bu, bəlkə də təhlükəli mina axtaran əməliyyatıdır. Görəsən, sadəcə o kifi kəsib atmaq bizi həqiqətən qoruyur, yoxsa biz bu suala səhv cavab verib özümüzü bilmədən risk atırıq? Baxın, bu çox kritik məqamdır. Çünki kifi görən kimi hər şeyi avtomatik zibilə atmaq instinkti var bizdə. Amma bu, yəni, heç də həmişə bizə xidmət etmir. Biz kifi sadəcə qidanın xarab olma əlaməti kimi görürük. Amma əslində o fiziki bir strukturdur, canlı bir orqanizmdir. Canlı orqanizm, yəni böyüyən və hərəkət edən bir şeydir. Tamamilə düzdür. Və qidanın növündən asılı olaraq bu struktur bəzən səthdə qalır. Yəni qidanı xilas etmək tamamilə mümkündür o vaxt. Amma bəzi qidalarda isə onu gec-şərtsiz zibilə atmalısınız. Biz burada təhlükəsizlik və lazımsız qida israfı arasında çox incə bir xətt üzərindəyik. Bir dəqiqə dayanın. Yəni, əgər mən o yaşıl ləkəni kəsib atıramsa, altda qalan o təmiz görünən hissənin həqiqətən təmiz olduğuna necə əmin ola bilərəm? Yəni, bu mənə bağçadakı o alaqotlarını xatırladır. Aha, çox yaxşı analogiyadır, düz tapdınız. Yəni, torpaq çox bərkdirsə, otun kökü dərinə gedə bilmir axı. Biz də sadəcə gedib başını kəsirik. Bax, eynən bu mexanizmdir. Sərt pendirləri, tutalım parmizanı və ya bərk tərəvəzləri, yəni yer kökü olsun, kələm olsun, o dediyiniz bərk torpaq kimi düşünün. Kifin o mikroskopik kökləri, biz onlara hif deyirik, bu sıx teksturaya sadəcə nüfuz edə bilmir. Nüfuz edə bilmir. Deməli, kəsib atanda altı təmiz qalır. Bəli, siz sadəcə o alaqotunun başını kəsirsiniz və altda qalan hissə tamamilə təmiz, yəni yeyilməsi tam təhlükəsiz vəziyyətdə olur. Aha, bəs onda çörək, yəni çörək və ya belə yumşaq meyvələr, tutalım şaftalı filan, bunlar onda yumşaq, boş qum kimidir də? Elədir və əsl böyük risk də məhz oradadır. Çünki o boş qumda kök görünmədən hər yerə çox asanlıqla, həm də çox sürətlə yayılır. Yəni mən sadəcə üstünü kəsib təmizlədiyimi düşünürəm, o çörəyi yeyirəm, amma əslində görünməz bir təhlükəni, yəni o kökləri yeyirsiniz. O gözlə görünməyən köklər yumşaq qidaların daxilinə saniyələr içində yayılır. Üstəlik, daha bir böyük təhlükə var. Bu köklər bəzən mikotoksin adlanan zəhərli maddələr ifraz edir. Mikotoksinlər. Eşitmişəm bunu. Çox zəhərli maddələrdir. Bəli, çox təhlükəlidir. Bunlar insanda ciddi allergik reaksiyalara, hətta ağır tənəffüs problemlərinə yol aça bilər. Yəni siz səthdəki o kiçik yaşıl ləkəni kəsib atdığınızı düşünürsünüz, şad olursunuz ki, qidanı xilas etdim. Amma daxildəki o zəhərli mikotoksin şəbəkəsini elə bil bədənimə daxil edirəm. Vay bu, həqiqətən, yəni mətbəxdəki vərdişlərimi tamamilə dəyişir. Deməli, qayda budur. Bərkdirsə kəs və ye, yumşaqdırsa at. Sadə və net. Bərk qidalar xilas edilə bilər, yumşaqlar isə birbaşa zibilə getməlidir. Bunu bilmək bizi həm xəstəlikdən, həm də lüzumsuz israfdan qoruyur. Tamamilə. Yəni biz kör-körənə hər şeyi zibilə atanda təkcə o qidanı yox, onun yetişdirilməsinə, daşınmasına sərf olunan suyu, enerjini və təbii ki, öz ev büdcəmizi israf edirik. Düzdür. Və yaxşı ki, bugün bizim mikroskoplarımız var, laboratoriyalarımız var. Biz o görünməz mikotoksinləri ölçə bilirik. Yəni bu elmi fərqi sizə belə arxayınlıqla izah edə bilirik. Hə, laboratoriyalar. Amma bir anlıq bunu təsəvvür edin, yəni o müasir cihazlar olmadan. Qədim əcdadlarımızda nə mikroskop var idi, nə də mikotoksinlər barədə belə dərin elmi araşdırmalar. Aha, maraqlı sualdır. Görəsən necə tapıblar? Milə təhlükəsiz olduğunu, yəni sırf sınaq və yanılma metodu ilə kəşf edib. Bəşəriyyət o yumşaq qidalardakı görünməz köklərin, zəhərin adamı xəstələndirdiyini anlamaq üçün kim bilir nə qədər bədəl ödəyib. Yəni, neçə insan xəstələnib, bəlkə də həyatını itirib.
Növbəti dəfə səhər yeməyində o çörəyin və ya pendirin üzərindəki yaşıl ləkəni görəndə, bu elmi fərqi bilməyin o arxayınlığını yaşayacaqsınız. Amma bir tərəfdən də bəlkə də bunu ilk kəşf edən o insanların riskli addımlarını xatırlayacaqsınız, özünüzdən və təbii ki, soyuducunuzdan müğayət.